senden medet. Ey gözüm bak, şık var mı? Kadir Sübhan kimi? Gayelerde gözü dolan ey natik Kur'an kimi? Abala deli köllü ey müşkül olma, gözün aç dünyanı gör. Öyle da gey cesur var mı ol şiriye eldan kimi? Cahan evvel evin şen olsun. Sonra dağların bəyək dediğim kimi sərin havasından, ustadların şirin söhbətindən, Böyük Qavaqtəpə kəndində olan ağsaqqalların dilindən həm sizə, həm də Rusetdəki qardaşlarımıza salam dualar gətirmişəm. Bir daha yeni hamınıza xoş sudaranlar arzuluyuram. Aşıq sənəti elə bir sənətdir ki, ona aşıqlığı bilən adamlarda qulaq asır, bilməyənlərdə ustad yolundan başlamaq istəyirəm. Divani havasıydı indi oxuduğumuz. Ustad şair Qavat deyir, ey gözüm bax, işıq var mı Qadir Sübhan kimi? Ayələrdən əziz olan natiq Quran kimi, dəli köllüm müşkül olma, gözün aç dünyanı gör, o riyada cəsur var mı o şiiri Yezdan kimi? Adəmdən Xatəmə qədər gəlib külli ənbiya, sirli qüdrətin nurundan onlar düzülüb saya, 7 əfsəl mihrab üçün gedib ərşinə layiq, 7 nurun sahibidir axirəti zaman kimi. Şaneydir Allah tanahına, Beytullah'da Yadullah'ın azizi kıblecahına. Abelen valiyaların sultanın eycemin İslam şahına. Pünhan kimin? Kul davadan sığınmışam bir Allah qanahına, Beytullah'da Yadullah'ın əziz qibləgahına, Oliyaların sultanı cəmin İslam şahına, sirlərin bunyadıdır, cəm sirri pünhan kimi. Əziz qardaşlarım, məni düzgün anlasanız, aşıq sənətində olan böyük bir füsunkarlıq mı deyim, böyük bir məna mı deyim, böyük bir gözəllik mi deyim, hamısı Azərbaycan xalqına Allah Teala tərəfindən bəxşiş olunubdur. Muğamat, aşıqlıq, qara zurna sənəti bütün hamınızın həyatınıza nəsib olsun, qismət olsun. Hamınızın evlatlarınız, özünüz, balalarınız xoşbəxt olsun. İndi deyirəm bir təcnis havası da oxuyaq. Ustadlara da borçlu qalmayaq, sənətimizə də.
Halı görünmür darat ellerini hayana yana. Aşık diyer ey hayana, pirten o da hayanan. Gönlüm intizar kalıp ey hayanlığa hayana. Ele aşık könlüm ey dergahında sürülür. Ey hayana yanan. Abela aşık ölmey, bele dergahında sürülür. Ay bey hürmet bakırsa ey hayana yanan. Demedim mi üzde halın görünmür. Dara zülflerini hayana yana. Aşık diyer hayana, pilte o da hayana. Çöllüm intizar kaldı hayanlığa, hayana. Aşık çöllüm dergahında sürünür ay bey mürvet. Bakırsan hayana yana. Eşki piyalemiz kaldı yarımda. Hicran derdi inler, göyner yarımda. Aşık diyer yarımda, hicran derdi yarımda. İntizarım kalıptın ala gözlü yarımda. Öldü atam, öldü anam, yarımda bəs mi? Həmişə yutur çəkirəm, həmişə yutur. Şeytan Allah nəhlət eləsin, yok. Başlama hələ. Olan şey, Yazımız Aysahan Qadaqalın bilirəm qürbət ellərə gedir. Əvvəlini bir qəriblik havasından başlayır. Havanın adı Müxəyidir. Söz də qəriblikdə yazılır. Ona görə qoy bizim qardaşlarımız oxuduqca görsün ki, onların çöllünün həsrəti bizdə də var. Vətəndən uzağa düşən ay canım, de qürbət ellərdə gəz qərib qərib.
Könlün qubarlanıb olanda alqan doğma ellərinə yaz, qərib-qərib. Öz istəkli bülbülü var, gülün də, həsrəti qəlbində, mühtə dilində, vətəndəki dost tanışın əlində oxunsun yazdığım söz, qərib-qərib. Kəmli Musa deyər, bir kimsəsizəm, Xudaya gözünü aç, gör kimsəsizəm, gəl kömək əlini ver, kimsəsizəm, baxır yollarına göz qərib-qərib. Hər bir müşkül işi ilahi qüvvət özü həll eləsin. Hər bir müşküllərə Xudavənd aləmi özü həll eləsin. Çox sağ olun. Amin, sağ ol. Diqqət fikir verdim danışanlara, sakit durun. Hər gələn seyrinə varar qaydar. Kimisi bu bağdan bir gül üzəlməz, kimisi heyvanar dərər qaydar. Kimisinin qəm şələsi belində, kimisinin ah-nalə var dilində, kimisi vəfasız həyat yolunda ömür köhlənini yorar qaydar. Sağ ol, ana, nəşərsən. Kimisi dünyadan heç nə anlamaz, kimisi zikr eyləyər, çox qılar namaz, kimisi özünə bir daxma quranmaz, kimisi də imarət qurar qaydar. Kimisi səltənət var eşqindədir, kimisi namus var, ar eşqindədir, kimisi məzmun tək yar eşqindədir, Leylanı səhradan sorar qaydar. Həmdən gələ bir güldürə qəmlini, bu müşkül çağında görə qəmlini, aparıb qoyarlar yerə qəmlini, ellər namazına durar qaydar. İlahi qüvvə yaratdığı insana verdiyi ömür payını, nə qədər ömür verirsə o boyda xoşbəxt eləsin. İlahi qüvvə heç bir bəşər evladını intizar içində, ehtiyac içində yaşadır. Bizim damayamız, qanımız, ətimiz, sümüyümüz o dağlarda yoxdur. Buna görə əlimiz qələm tutandan bu günə qədər dağlar həsrətində olmuşuq, bulaqlar həsrətində olmuşuq, güllük çiçəkli aylaqlarda çox gəzməyə arzulamışıq. Ona görə də bəlkə təbiyyət bizi sıxıbdır, bizi dağlara intizar yaşadıbdır. Şimdi Cahan qardaşımın təklifinlə bir dağlar şeiri oxuyacağım. Ondan da sonra yenə dağlar münasibətində dağlara tərəf nə qədər şeir var hamısını deyəcəyik ki, qoy bizim Rusetdəki qardaşlarımız da dinləsinlər bizi. Mən Aydın qardaşımla Məhəmməd qardaşımı, nə bilim, orada adı yadımdan çıxan, bilmədiyim, tanımadığım qardaşlarımı, hamısını Xudavənd aləmindən xoşbəxt olmaqlarını arzuluyla. Deyir, yenə camalını gördüm, qəmləndim, vurun sonra deyək şeir.
Yenə camalını gördüm, qəmləndim. Aqəmli, qüssəli, vərəmli dağlar. Aşıqlı, məşuqlu, güllü, çiçəkli, əslili, leylalı, kərəmli dağlar. 10 ildir həsrətəm o ilaqlarına, kəndimiz yurt salan yaylaqlarına, gözəllər yığınağı bulaqlarına, olar mı həsrətim qərəmli dağlar? Aqəmli, qüssəli, vərəmli dağlar. Bir zaman köksündə ilqar bağlayan, sadiq məhəbbəti seçən, sağlayan, o gündən bu günə müdəm ağlayan o qəmli Musadı bu qəmli dağlar, aqəmli, qüssəli, vərəmli dağlar. Var olsun. Yaz aylarında gəzəm yaylaqlarda dolanan dağlar, tapam sizdən itirdiyim cananı, təzdən eşq oduna qalanan dağlar, ata-baba qanunlar var, keçmiş vaxtlarda ikatı olan, yaylağa dağa gedəndə ən gözəl texnika, ən gözəl miniş atdır. Gözəl dağları gəzmək üçün yaxşı yəhərli yüyənin atı olar, üzəngisi düz, qantarğası düz, noxtası, rəşməsi düz. O bizim kəndimizdə bəzi adamlar var, ələl xüsusda Şamyan cəmaatında. Üzənginin biri olur, biri olmur. Qantarğası qırıq olur. Belə atlar yox ha. Yaxşı yeriyən, yaxşı yəhərli yüyənli atın ola minəsən. Dağları gəzəsən. Bir çölən at minəm yaz aylarında, gəzəm yaylaqlarda dolanan dağlar. Tapam sizdən itirdiyim cananı, təzdən eşq oduna qalanan dağlar. Götürəm tərkimə, gəzdirəm onu, yetişənə qədər paizin sonu, paiz geyinəndə bir gecə donu, sübhədək başına dolanan dağlar. O Leyla dağda xanimanımı, məcnun olan dədəm kəsə yanımı, dələm damarımı, tökəm qanımı, özüm öz qanımdan yalanam dağlar. Leyli Məcnun dastanında belədir də, Məcnun divanə olub dağlara düşən də Leylidən ötürü. Atası da onu axtardı, tapdı ki, evlərinə qoyalım. Vena damarını kəsdi, o daşların üstə zədə deyir, qan töküldükcə Leyli yazılmış. Ona görə deyir, dələm damarı, tökəm qanımı, özüm öz qanımdan yalanam dağlar. Bəs sonra nə eləmək istəyirsən, dedi qulaq ağası.
ata-baba yurdumuzdur. Yavaş yavaş. Qabaqtepe cemaatından az adam olar ki Ləzgi dərəsinə yaylağa köçməmiş olar. 20 il ölənlərə Allah rəhmət eləsin. Allah ölənlərin yerini behişdən eləsin. 20 il rəhmətlik aləmimlə dədəm Ləzgi dərəsində yaylağa olmuşdur. Allah rəhmət eləsin. Bizim uşaqlarımız qardaşlarımla, bacılarımla o Ləzgi dərəsində keçir. Məktəbi zadı qutarana qədər. Bizim Ləzgi dərəsi bizim üçün müqəddəs yurtdur. Süd dəpəsi, Ləzgi dərəsi, Çanaqçılı boynu, Qaraş boynu. Bizim ata-baba yurdumuzdur. Kəhriz bulağı, Abdullah yalı, Alınçalı, Çalapalı, Karağan qayası. Oradan bu yana gəlir, Kəmkili yalı. Buralar bizim. Elə bil ki, o iki dağ anadır. Belə qucağını açıb da Qabaqtepe kəndinin həm oğlanlarını, həm qızlarını, Gözləyir. həm kişiləri, həm qadınları, həm anaları, bacıları hamısını qucaqlayıbdır. Bir ana kimi, bir ata kimi. Şəmkiri yalından da o özə keçəndə da Qaşqa çaydı da, özünüz bilirsiniz. Qaşqa çayda deyəcəyik. Ləzgi dərəsində xeyli dayanam, ata yurdumuzda yatam, oyanam. Bağrım şan-şan olar, qana boyanam. Baxam, sellər kimi bulanam, dağlar. Gedə bu dağları dolanam, dağlar. Dolana bilməzsən, daha qocalıqsan, dedi qulaq az. Tələsinə yeri yox. Bir çoban uzaqdan çəkə bayatı, qəmli musab bir an əyləyən atı geçsin. Yada salan, keçən ömrü həyatı, ürəkdən çapılan, talanan dağlar, əzdən eşq oduna qalan dağlar. Xoşbəxt olun, Allah hamınız arzumuza çatdırsın. Sağ olun, var olun. Səməzsən, səməzsən. Ələmə nə olursan? Bravo. Oğlum ben Balas Deresi'nden koca oldu. Önce sahnenin. Öyle bak koca. Onu da sahnenin koca. Bak tepele bak. Yok bravo. Bayramlardan korktum. Ramsın. Korka gelmeyin sen. Abla kızı varım. Yaxşı qoy bu ağzları var. Şimdi gəl tələsməyin ha. Azam. Telefon. Mən adətim üzrə həmişə may ayının birində, bir 10-15 il bundan əvvəllərdə, həmişə may ayının birində mütləq dağa getməliydim. May ayının biri olanda yağış olur. Əgər təbiət icazə verməzsə, ikisi getməliydim. Bir gündə səhər tezdən Daşkəsən rayonundan yola düşdük dostlarla, qardaşlarla ki, gedib bir may, dağları gəzəcək. Bir araq içdik Zağalıda, birini içdik Xaçbulaqda,
Birini işleyiş aşırdım belinde, birini sayalı kulağında. Öz ata evimize çatanda hamımız keyiflenmişdik. Keyfimiz yukarıydı, yaxşıydı. Bağın içinde yoldan da and olsun Allah'a bir kuzu tapmışdı. Hemen bayağı birini evden götürmüştü. Biri de yoldan Allah getirmişti tapmıştı. Təkcə kuzuydu, özə fağır durdu, qəşən kök kuzuydu. Bunda 2 kuzumuz var. Satan gibi birini bağın içinde anamın, atamın, siz tanıyarsınız. Güzel bir bağçası var idi. İndi deyirlər əlim onu təmiz doğruyur. Yerindən futbol meydançası. Yaqın Baytamın stadionda. Deməli, burada möhkəm, bu kuzuyla da möhkəm vurduq, gün orta oldu. Ama həmin günü doğrudan da yağış oldu. İstədik dağa gedək, Allah ölənlərə rəhmət eləsin. Anam dedi, oğul, sən ant verirəm Allah'a, bu gün dağa getməyik, sabah gedərsin. Qarı ne danışırsan, dağlar bizi gözləyir, biri maydır, bütün xalq cəmaat dağdadır. Gedək dostlarla da orada görək, canımız çatsa bir yüz orada vura. Qoyma. Anam bizi dağa getməyə qoymayanda fikirləşdim ki, nə dillə bu qarını yola gətirmək olar? Bir dəmir gözəlləməsindən biz deyək, biz anamıza yalvaraq, siz də xoşbaxt olun. Hicran odda yarma kalayım gelim. Hicran odda yarma kalayım gelim. Bu adama deyir ağlına gelen başına gelsin. Nasıl olacakmış kimi bu şiir yazılır. Ay ana könlüm yaman kubar eyleyip koy gedim dağları dolanım gel. Belki felek tersen ilgar eyleyip hicran odlarına qalanım gel. Bir doyunca gəzim dağın, düzənin, dərin sümbüllərini gülün süsənin, şəmkiri yalınla qırcıl süzənin, dizə tənşihinə bulanım gəlir. Baxım ilham alım güllü yaylaqdan, duzla oxalayım quzu qulaqdan, qoşam içim soyuq bulaqdan, bu təşnə sinəmdən sulanım gəlir. Həmzə Uçanın qabağında dərin dərədə bir gözəl balaca bulaq var. Ona soyuq bulaq deyirik. Və sonra haraya getmək istəyirsən? Dedim ana qulaq asın. Var ol. Abele güzel edib ey Soyxanlının ey düzünə. Güzel edib ey Soyxanlının ey düzünə. Şöbələkdə düzüm olacaq közünə. Şöbələkdə düzüm olacaq közünə. Baba fasıl ey sevgilim ey
həsrət baxıb talayım gəlin. Həsrət, həsrət, ey, baxıb talayım gəlin. Var ol. Güdar edim Söyxanlının düzünə, Köbələkdən düzüm ocaq közünə. Söyxanlı yaylağı ikidir. Biri Təzəkər Söyxanlısıdır, biri Qabaqtəpə Söyxanlısıdır. O düz yer. Qabaqtəpə Söyxanlısında köbələk olmayan il ola bilməz. Nə qədər il buraq da olsa, yağanlıq da olsa, sən geçsən Söyxanlıdan heç olmasa 5-6 köbələk taparsan. Həmən o çökəkdəki bulağın böyründə ocaq yeri də var yurtlarda, indi ağac-oğaç da qalır da. Güzar edim Söyxanlının düzünə, köbələkdən düzüm ocaq közünə, xəyalımdan istəhlimin gözünə həsrət-həsrət baxıb talanım gəlin. Həvim coşda şeir yazıb özümdən, ocaq çatım qanımdakı közümdən, qaşqa çaya çaylar axsın gözümdən, şəmkirin suyuna calanım gəlin. Bəs sonra haraya getmək istəyirsən, qanlı yalın başı tilgit, küləkli yerdir. Zirvəsinə çıxan adamlar bilər oranın ləzzətini, dünya ayağının altında görünür, Gələbəyin meşəsi düz gəlib Şamxura çatana qədər elədir ki, ayağının altındadır. Qabaqtəpə kəndi bayaq dediyim kimi qanlı yalla öküz düşənin qucağında. Elə bil ayağın altda baxırsan, Dəvrallı, Əmirvar, hamısı görünür çay aşağı. Ona görə deyir ki, gəlim çıxım qanlı yalın sərinə, baxım təbiətin meşələrinə. Orada bir dolu yol var, daşlı yoxuşun başından keçir, hamınız tanırsınız. Oradan da el yaylağa gedir, akşam sabah ot yığan oğlanlar, qızlar, o yolla gedir yaylağa. Gəlim çıxım qanlı yalın sərinə, baxım təbiətin meşələrinə. Bəlkə gəlib köhnə vəzə yerinə, məni bu dəftərə salanım, gəlim, gedim o dağları dolanım, gəlim. Şahan. Abələ qəbulumusan ey, yağlı çaşdın ey, yoxuşdahım. Bədğur köylədin qaçdın ey, yoxuşdahım. Bədğur köylədin qaçdın ey, yoxuşdahım. Əyləşirdin, zəlim daşdın ey, yoxuşdahım. Əyləşirdin, zəlim daşdın ey, yoxuşdahım. Qəblər dəryayı, astəhi bulayım, gəlim. Qəblər dəryayı, astəhi bulayım, gəlim. Ay yeri 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 gay bizim ellim. Yeri 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 gay bizim ellim. Canım sana kurban ay şirin dillim. Canım sana kurban ay şirin dillim. Qəmli Musa, ağlın çaşdı yoxuşda, Bədğur köhlənin qaçdı yoxuşda. Yaxşı adamın altı xəfçir oturmuşam. Əyləşim dincəlim daşdı yoxuşda, Qəmlər dəryası tək bulağanım gəlir, gedim o dağları dolanım gəlir. Anam məni yendi, əl çəkmədi ki, yox oğul. Bu günləri dədənin bağının içi də elə dağ kimidir də, burada oxu, çal, ye, iç, kef elə dostlarının sabahda dağa gedərsin. Ələcimiz kəsildi, burada qalmalı olduq. Bizim kəndimizdə bir nəvi müəllim var. O da mənim mirzəm olub həmişə. 200-300 qram araq içəndən sonra adam qəşəng şeirlər yazır. Tez-tez yazmağı da imlanı, inşanızalı bu yaxşı yazır. Mən deyirəm, bu yazır. Bizim bağçamızda o vəhşi quşdan 2 hopov var idi.
o qədər orada saz salmışdıq ki, sazın səsinə hop-hop öyrəşmişdi. And olsun Allaha o çörək haqqı. Biz getdik, getmədik. Bir may günü meşədən hop-hoplar gəlirdi ki, aşığa qulaq asacaqlar. Çünki vəhşi quşlar musiqini başa düşür. İnək, görürsənmi? İnəyə layla çala-çala sağanda heç balasına süd əyləmir. Musiqiyə qulaq asır, yadından çıxır, süd oğuram, balasına süd saxlamır. Musiqi elə bir gözəl şeydir ki, elə bir ruhi qidadır, elə bir insan orqanizmasına xeyirdir ki. Haşa məclisimizdən bizim başımıza bu işlər çox gəlir. Dağlara, binələrə, yaylağa gedirik. Yenə and içirəm, o çörək haqqı nə qədər yırtıcı it olursa olsun, gördün ki, gəlir, sən kirimiş sazını çıxart başla çalmağa. Yatır, yatır. Sənin üçün görür saz çalırsan, uzanır qulaq asır, uzanır qulaq asır. And olsun Allaha. Bu vəhşi hop-hoplarda bilirdik ki, bir ayda biz gələcəyik, gəlmişdilər. Mənim 10-15 dənə şahidim var bu işdə. Özüm var, bir də bu sazım şahiddir ki, biz çalıb oxuduqca hop-hoplar butaqdan butağa, o uzun armudda neyinib aşığa qulaq asırlar. Yox, aşığa qulaq asırlar. Uçuna, qanatlarını bax, belə silkə-silkə qulaq asırlar. Dinək deyirlər ki, aşıq oxuyur burada. Dedilər aşığımıza, sən özündən çox öyüf danışırsan ki, bədavətən şeir yaza bilirəm. Bu hop-hoplara bir söz yaza bilərsənmi? Dedim ya, yazmıram. Gətir onda bir Vaqifi havası çalaq, görək nə yazırıq. Həsrət ürəyinə, ürəyim qurban. Gəl biraz yaxından oxu, ay hop-hop. Məndən əzizimdən ayrı düşmüşəm, dərdimiz oxşardın axın, ay hop-hop. Gəl biraz yaxından oxun, ay hop-hop. Bu vəhşi quş insanın dilini başa düşür. Bəzi insanlar insana başa düşməliyinə baxma. Bir-iki butaqda aşağı indi Allahın quşu. Görək ikinci xanədə nədir? Bəlkə də bu şeir inandırıcı deyil. Qulaq asanlar inanmazlar. Ancaq görənlər şahiddir, Allah da şahiddir. Belə mən də sənin kimin ey dağ gəzirəm. Səhradı meşəri ey, bağı gəzirəm, bağı gəzirəm, ay dərdim alım. Elə itirdim ey al yanağı gəzirəm. Kimi dağı gəzirəm, səhranı, meşəni, bağı gəzirəm. O hop-hoplar bəzən meşədən çıxır, elə o dağlarda da oxuyur. Çolda, koska, yamanda. İtirdiyim al yanağı gəzirəm, qırılıb qəlbimin şahın, ay hop-hop. Gəl, biraz yaxından oxun, ay hop-hop. Armud ağacı yerində olsaydım da hələ o hop-hoplar orada dururdu. Hayf
armud ağacı yok da Həsən kişi. Burada olanlar kurudu. Kəsiblər. Ey belə bu nə bahar eşqidir, ey nə gül yazdı, səni bu pəqanı. Ayrı qavazdı, ayrı qavazdı, ayrı qavazdı, qurbanım. Qanım saçalan ey bir tel saldı. Buradadır derdimim, sokun ay kopun. Adını bilmem, ay kime yalvarım. Ay yeri ey gele yar bize gider. Şöylüdeyim giderim, var bize giderim, var bize giderim, kurbanım var. Var ol. Mən o quşunu çox təriflədim, biraz da tərifləyəcəm. Onlar oxuyanda uçunurlar. Dağlarda olan adamlar bilə, titrəyə, tələsə, tez-tez hop deyirlər. Bu musiqi deyil, bu çəkdən deyil, hansıza bir intizar. Deyir, bu nə bahar eşqidir, yazın gəlişinlə oxumur onlar, nə sair dərdləri var. Bu nə bahar eşqidir, nə güllü yazdır, sənin bu fəqanın özgə məqamdır. Qəmlum saçalan bir telli sazdır, buradadır dərdinin çoxun, ay oku. Gəl biraz yaxından oku, ay oku. Bu, mənim bu şeir yazıb qutarandan sonra yenə bir şeir yazılmalı oldu. Bir dost var idi, bizə qonaq gəldi, adını deməyəcəm. Ona görə ki, heç kim onun adının deyilməsi aid deyil. Öz ailəsindən dəstə tupar bizə qonaq gəldilər. Məclisin dalı daha da möhkəmləşdi. Yenə qohumlar, qardaşlar, dostlar xahiş elədilər ki, bir şeirdə yaz bu gəlişə. Bilirsən, istəyirlər ki, bu aliməm zat deyənə bu ayaqqabılarımı da çəkilər. Ona görə biraz açıq çıxıram. Çünki bu Ülsət diyarında bəlkə heç aşıq görməyiblər. Bəlkə elə bilirlər aşıq bir köhlü ağaçdır. Bəlkə elə bilirlər aşıq... Bəli, bəlkə heç elə bilirlər ki, aşıq müsəlman milləti deyil, nə bilim. Bəlkə elə bilirlər ki, aşıq elə bir əcaib bir məxluqdur. Ona görə Cahan da bildirdi bana ki, bu bir dəfə boyunu ölçək dövlət ürək nəvdundasan. Aşıq papağını, aşıq paltarını bir ağaca da geyindirsən adamı oxşadır onu, bilirəm. Aşıq paltarı köhnə kişilərin formasındandır. Aşıq paltarı moda deyil. Aşıq paltarı Koroğludan, Dədə Qorquddan, Cavanşirdən, Babəkdən sonra